19-cu əsrə aid olan tarixi abidə Səfərəli Bəyovlar malikanəsi zədələnib, ətrafındakı ağaclar kütləvi kəsilib, ərazi hasarlanıb və tikinti işlərinə başlanılıb. Görüntülər Xəzər rayonu Mərdəkan qəsəbəsi Almaz Yıldırım küçəsində qeydə alınıb. Xəzər xəbərin qaynar xəttinə göndərilən video görüntünün ardınca ünvana yollandıq. Hasarlanmış ərazinin dəmir darvazası bağlanmışdı. Darvazanı döyüb, bir neçə dəqiqə gözlədikdən sonra özünü mühafizəçi kimi təqdim edən şəxs ərazidə tikinti işlərinin dayandırıldığını dedi. Tikinti abadlıqda iş dayandırılıb burada. Burada nə tikilirdi ki? Burada park salırlar. Bura park salınacaq. Yaşıllığın qırılması ilə bağlı iddialar. Yaşıllıq qırılmıyor bax burada. Heç bir ağac? Yox. Həftənin ilk iş günü olmasına baxmayaraq ərazidə tikinti getmirdi. Görülən işlərin yarıda qalması isə asfalta səpilmiş tikinti materiallarından bəlli olurdu. Bura Mərdəkandır, Şam bağı deyilən ərazi. Ərazi dörd tərəfdən hasarlanıb. Görülən işlərsə bir neçə gündür dayandırılıb. İddialara görə sözü gedən ərazidə yaşıl ağaclar kəsilib. Amma çəkiliş apardığımız zamanda biz demək olar ki, həyətin hər tərəfini qarış-qarış gəzdik. Tikinti işlərinin yarıda saxlandığını gördük. Amma heç bir yaşıl ağaca əl vurulmayıb. Ərazidəki tarixi abidəyə toxunulmadığını deyən şəxsdən öyrəndik ki, ümumi sahəsi 1,2 hektar olan park istirahət mərkəzinə artıq üzlük və səki daşları döşənib. Qranit və aqlay vurulub. Yeni su və elektrik xətlərinin çəkilməsi üçün müvafiq addımlar atılıb. Tikinti meydançasını xatırladan bu ərazidə həmçinin səhnə, fəvvarələr və istirahət köşkləri də quraşdırılıb. Parkın giriş hissəsində bir mərtəbəli tikili də inşa edilib. Xəzər rayon Mərdəkan Bələdiyyəsindən öyrəndik ki, ərazidə yeni layihə əsasında ümumi sahəsi 1,2 hektar olan park istirahət mərkəzi salınır. Bələdiyyənin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət əsasında Almaz Yıldırım küçəsi 7 ünvanında Səfərəli Bəyovlar malikanəsinin ərazisində 3 ədəd sərv və 8 ədəd şam ağacı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürülüb. Yerində ting əkilməsi istiqamətində müvafiq tədbirlərə başlanılıb. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətindən isə bildirildi ki, 2612 inventar nömrəli tarixi abidənin yerləşdiyi ərazidə abadlıq işləri aparılır. Abidənin özündə isə hər hansı təmir işləri görülməyəcək. Sevinç Vaqif qızı, Nuranə Sultanova, Xəzər xəbər.